İnsan həmişə səmada uçmaq, quş kimi yüksəkliyə qalxmaq, havada azadlığı hiss eləmək, göyün üzərində pərvazlanmaq xəyalları ilə yaşayır. Zaman-zaman edilən ixtiralar, kəşflər bu xəyalları gerçəyə çevirir. Gəzirik, bay bay. 1978-ci ildə Jean-Claude Button və Gerard Busson adlı fransızlar paraplanla dağın ətəyindən qaçaraq havaya qalxıblar. Onların arzusu yerə bağlı olmadan səmada süzmək idi. Bu uğurlu sınaqdan sonra paraplan idman növü kimi sürətlə yayılmağa başladı. Quş uçuşu səviyyəsində uçmaq istəyini indi paraplanla rahat həyata keçirmək olar. Yetər ki, belə bir istəyiniz olsun. Hoppa! Allah, sıfır küləyə qalxdı. Möhtəşəmsiz Yavuş bəy. Göyün 7-ci qatındayım, çünki hal-hazırda yerdən təxminən 500 metr yuxarıdayam. Yamaç paraşütü təbii relyefdən və külək axınlarından istifadə eləməklə yerə bağlı olmayan uçuş növüdür. Adətən dağın yamacından qaçışla havaya qalxılır və hava axınları vasitəsilə dəqiqələr, bəzən isə saatlarla göydə qalmaq mümkündür. Bu idman növü motorlu və motorsuz formada həyata keçirilə bilər. Paraplanla uçuşlar Türkiyə, Fransa, İsveçrə, Nepal, Braziliyada həyata keçirilir və çox məşhurdur. 2012-ci ildən Azərbaycanın da səmasında paraplanla uçmaq mümkündür. 2014-cü ildən bəri isə 31 may Azərbaycanda Paraplanerçilər günü kimi qeyd olunur. Yamaç paraşütü ilə uçuşlar Azərbaycanda əsasən beşbarmaq deyilən ərazidə, Şahdili Abşeron Milli Parkında, dəniz qırağında və Qusar rayonunda Şahdağ Turizm Mərkəzində həyata keçirilir. Məhz bu üç məkanda olub, yamaç paraşütünün həzzini və sirrini kəşf eləyəcəyik. Bütün dünyada olduğu kimi Azərbaycanda da bir neçə bölgədə paraplan uçuşları mövcuddur. Bu bölgələrdən biri və ən məşhuru Beşbarmaq dağın ərazisidir. Hal-hazırda biz həm şərqdən, həm qərbdən baxanda adam əlinin beş barmağını xatırladan Beşbarmaq dağının üzərindəyik. O, Xəzər dənizinə yaxın, dəniz səviyyəsindən 445 metr yüksəklikdədir. Buradan həm Xəzər dənizi, həm də Böyük Qafqaz dağ silsiləsi heyrətamiz görünür. Bu dağa Xıdır Zində Piri də deyirlər. İnançlı insanlar bu dağa niyyət üçün gəlib onu ziyarət edirlər. Səhra aysberqinə bənzədilən Beşbarmaq dağı paytaxt Bakıdan 95 km aralı məsafədə yerləşir. Ekstrem həvəskarları bu məkanda 500 metrlik yüksəklikdə yamaç paraşütü vasitəsilə istədiklərini tapa bilərlər. Paraplanla səmaya qalxdıqda isə siz valehedici təbiət mənzərələrinin şahidi olacaqsınız.
Mən hal-hazırda Beşbarmaq dağı ərazisində paraplanla uçmağa hazırlaşıram. Bu 2 nəfərlik tandem uçuşu olacaq. Yəni mən və pilot. Onu da xüsusilə qeyd edeyim ki, buradakı pilotlar beynəlxalq sertifikatlı və peşəkar təcrübəli pilotlardır. Bu günlər mənim pilot təlimçim Fərhaddır. Onun 5 ildən çox təcrübəsi var. Bu Azərbaycanda paraplan uçuşlarını turistlər üçün həyata keçirir. Yamaç paraşütündə tandem, yəni pilotla və solo, yəni tək uçuşlar olur. Tandem çox məsuliyyətli işdir. Çünki bunu həyata keçirən şəxs tək öz həyatına yox, həm də sərnişinin həyatına cavabdehdir. Qeyd edeyim ki, Azərbaycanda onlarla pilot var. Onlar beynəlxalq sertifikat almaq üçün Türkiyədə təlim keçirlər. Mənim pilotum təcrübəli təlimçi Fərhadla uçuş haqqında danışdıq və ayaqüstü maraqlı müsahibə alındı. Hə, yorulmayasınız. Necədir vəziyyət? Sağ olun, siz. Sağ olun. Bu dəbilqə mənim üçündür, elədir? Bəli, o sizindir. Biz də ekstrem manevlərində dəbilqə mütləq. Elə bunu görmüşkən demək istəyirəm ki, ilk dəfə paraplanla uçmaq istəyən adam üçün xüsusi hazırlıq, geyim lazımdır, yoxsa elə gəldim, dedim uçmaq istəyirəm, kifayət elədi. Sağlamlıq əl verirsə, xüsusi hazırlığa ehtiyac yoxdur. Aha. Biz gəlirik uçuşdan öncə uçuş ərazisində 5-10 dəqiqəlik briefing keçirik ki, sərnişinin məlumatı olsun uçuş haqqında. Aha. Daha sonra ikinci sualınız xüsusi geyim. Bizdə əsasən dəbilqə və sport ayaqqabıdan istifadə olunur. Nəyə görə? Çünki biz yamaç paraşütündən uçmaq üçün ilk növbədə qaçırmalıyıq. Və bütün ekstrem idman növlərində dəbilqə mütləq olduğu üçün biz dəbilqədən istifadə edirik. Geyimə gəldiksə, digər geyimlərə hər fəslə, hər havaya uyğun biz geyim xahiş edirik, hər kəs geyinsin və özümüzdə geyinirik. Məsələn, qış ayıdırsa qış geyimi, yay ayıdırsa isti geyim. Paraplan çox yüngül, yığıla bilən, daşınması asan bir uçuş aparatıdır. Onun uzunluğu 10, eni 3 metr olur. Günəş yeri qızdırdıqca termal əmələ gəlir. Bu da öz növbəsində yuxarıdakı havanı qızdıraraq yüksələn hava sütunu yaradır. Üfüqi küləklər bir silsilə ilə göyə doğru dəyişdikcə hava axınının sovrulması yaranır. Paraplan pilotu da hava axınını tapmaq və yüksəkliyə qalxmaq üçün imkanlar axtarır, qartallar kimi. Uçuş zamanı mütləq dəbilqə taxılmalıdır. Təlimçinin məsləhətlərinə mütləq əməl edin. Təhlükəsizliyə əməl eləmək vacib şərtdir. Yamaç paraşütündə hər şey uçuş üçün qaçmağa başlayan zamandan asılıdır. Əgər pilotun qarşısındakı şəxs qaçmasa, hər ikisi yıxıla bilər. Bu zaman risk yaranır və uçuş baş tutmayacaq. Amma bizdə baş tutdu və uğurlu formada səmaya qalxdıq. Paraplanetçilərin dediyi kimi yamaçdan qaç, havaya qalx və təbiətin qanunları ilə uç. 1, 2, 3, qaçdıq. Geçdi Hə, bax buna deyərəm, ekstrem. Çox emosional hissləri yaşayıram bu dəqiqə. Yalnız külək, sən və göy üzü. Bu an arzuların gerçək olan, xəyalların reallığa transformasiyası idi. Bir neçə addım və sən səmada qartal kimi uçursan. Uşaq yaşında arzuladığın kimi göydə pərvaz eləyirsən. Göyün 7-ci qatında özümü hiss edirəm, çünki hal-hazırda yerdən 500 metr yuxarıdayam. Burada hisslərim çox qarışıb. Quş uçuşu səviyyəsindən. Bu səviyyədə həm Xəzər dənizini görmək olur, həm Böyük Qafqaz dağ silsiləsini görmək olur. Uçuşumuz təxminən 5-6 dəqiqə çəkəcək. Hündürlüyümüz hazırda 300 metrdir, çünki gedə-gedə çökürük. Aha. Hava şəraiti yaxşıdır.
Ümumiyyətlə ən çox nə qədər havada qalmaq mümkündür? Ən çox mən qalmışam saat yarım Qubanın Qırızdəhnə kəndində. Yay vaxtı və külək sərt idi. Burada isə olur yarım saat, 35 dəqiqə qalmaq olur havada. Havaya qalxma anı kritik sayılır, yoxsa uçan anı? Ən kritik an havaya qalxma anıdır. Çünki burada 70% pilotdan asılıdır, 30% sərnişindən. Yəni qaçmaq lazımdır. Havada olarkən isə hər şey pilotdan asılıdır, sərnişinlik bir şey qalmır. Birdən mən enmək istədim və yaxud da hava şəraiti dəyişdi. B planı nədir Fərhad? Həmişə B planı, B eniş zonası olur. Hava şəraiti dəyişsə, əgər biz eniş yerimizə çata bilməsək, digər B planı müəyyən etdiyimiz eniş yerinə enməyirik. Yəni daha yaxın məsafədə eniş. Hazırda elə bir problem yoxdur, hava yaxşıdır. Biz də eniş yerinin yuxarısında görürsünüz ki, süzürük. Yenə uçmaq istəyərdiniz? Böyük məmnuniyyətlə yenə gəlib uçardım. İndi biz eniş eləyirik. Enişin özü də çox həyəcanlıdır. Bu idman növündə pilotla uçuş edən şəxslər enmə zamanı ayaqlarını sadəcə yuxarıya doğru və düz saxlamalıdırlar. Əgər təlimatda deyildiyi kimi enməsəz, ayağınız burxula bilər. Uçuşlar üçün yaş həddi 16 yaşından yuxarı olmalıdır. Peşəkar təlimçi tərəfindən idarə olunan paraplan 5-10 dəqiqə uçuşdan sonra təyin olunmuş nöqtədə rahat eniş həyata keçirir. Bu başqa bir hissdir. Burada emosiyalar tamam fərqlidir. Bunu ancaq burada yaşamaq olar. Onu da deyim ki, uğurlu eniş oldu, elədir? Təbrik edirəm. Çox sağ ol, Fərhada təşəkkür edirəm. Amma Fərhadla uçuşumuz hələ davam edir. Çünki Şah dilində Abşeron Milli Parkında da belə bir uçuşumuz olacaq paraplanla. Deyirlər, dəniz üzərində uçmağın bir başqa ləzzəti var. İndi onu da yaşamalıyıq. Beşbarmaq ərazisində paraplanla uçuşumuz uğurla tamamlandı. Başlanğıcda həyəcanlı olsam da havada özümü inanılmaz dərəcədə bəxtəvər hiss eləyirdim. Uçuşa gələn insanlar öncə özlərinə inanmalıdırlar. Siz uçanda dağlarda qartalla eyni hava axınına qarşı uçursunuz. Bu zaman özünüzü təbiətin bir parçası hiss eləyəcəksiniz. Daha bir uçuş eləmək üçün Abşeron Milli Parkına yollanırıq. Milli Park paytaxt Bakı ərazisində yerləşir. Azərbaycanın xəritədə görünən qartalın dimdiyini xatırladan hissəsi Şahdil adlanır. İkinci uçuşumuz məhz burada baş tutacaq. Bura Abşeron Milli Parkının tərkibində olan Şahdil ərazisidir. Birazdan siz onu göydən, yəni quş uçuşu səviyyəsində görəcəksiniz. Çünki hal-hazırda biz paraplanla uçmağa hazırlaşırıq. Bu 2 nəfərlik tandem uçuşu olacaq. Yəni mən və pilot. Onu da qeyd edeyim ki, Abşeron Milli Parkının ərazisində həm mühərrikli, həm də mühərriksiz paraşutla səmaya qalxmaq mümkündür. Göydən isə siz beşbarmaqdan fərqli olaraq daha çox dənizi görəcəksiniz. Dəniz üzərində uçuşumuz mənə fərqli hisslər yaşadacağına əminəm. Bu dəfə beşbarmaqdan fərqli olaraq motorlu paraşutla uçacağıq və görəcəyimiz əsas mənzərə dənizdir.
Əvvəl avtomobilə yerləşdirilən xüsusi qurğuya dolanan uzun bir kəndirin ucunu bizə bağladılar. Havaya o kəndirlə qalxdıq. Müəyyən yüksəkliyi qət edəndən sonra kəndir bizdən ayrıldı. Pilot küləyin bizə lazım olan axını tapıb səmada rahat uçuşa başladı. Bu təcrübəni də yaşamaq maraqlı idi. Ümmansız dəniz mənzərəsi, aldığın adrenalin və azadlıq hissi. Bunlar üçü bir arada yaşananlar idi. Hər il dünyada 2 milyondan çox insan paraplanla uçuş edir. Bu tək idman üçün deyil, bu tək zövq almaq üçün deyil. Həm də quş kimi səmada azad pərvazlanmaqdır. O azadlıq hissini yaşamaqdır. Çünki insan nə qədər yerə bağlı olsa da, daima ruhu onun göyə can atır. Paraplan isə qanaddır. Əgər qanadlanıb səmada bu azadlıq hissini yaşamaq istəsəz, onda bilin ki, Azərbaycanda paraplan imkanları var və siz bu imkanlardan istifadə edə bilərsiniz. Pərvazlanın, səmaya qalxın və yeri göydən kəşf edin. Xəzər dənizinin suları xeyli çəkilib. Quş uçuşu səviyyəsində bunu müşahidə edib təəssüflənirsən. Təbiət əvvəlki mənzərəsini dəyişir. Amma dəyişməyən Xəzərin ecazkarlığı və rənginin sehridir. Xəzəri bu yüksəklikdən görüb seyr eləmək, sahilə toxunmasına baxmaq, dənizin mehini duymaq, qağayların səsini eşitmək çox gözəl hissdir. Fərhad, hansı uçuşlar insanları daha çox həyəcanlandırır? Ən çox həyəcanlandırılan uçuşlar dağlarda olur. Bəli. Çünki insanlar düşünür ki, biz gedib dağa dəyə bilərik, Aha. daha çox ekstrem yaşada bilirik, yəni ekstrem sevən insanlar üçün. Dənizin amma öz sevənləri var. Məsələn, meditasiya sevənlər, sakitliyi sevənlər gəlib dəniz üzərində uçmaq istəyir. Hazırda o sakitliyi hiss edirsiniz yəqin. Buradan dəniz çox gözəl görünür və xüsusi zövq alırsan. Həm də həqiqətən də o quş uçuşu səviyyəsində sən azadlığı hiss edə bilirsən. Wow! Woo! Çox sağ ol Fərhad, çox təşəkkür eləyirəm. İnanılmaz bir hissdir dəniz üzərindən. Bu tamam fərqlidir. Dağlardan, dərələrdən dəniz görüntüsü çox fərqlənir və bu mənim daha çox xoşuma gəldi. Sözün düzü. Xəzər dənizi üzərində uçuşumuzu tamamlayıb növbəti məkana, Qusar rayonuna yola düşürük. Bu dəfə bizi dağların üstü ilə uçuş imkanı gözləyir. Şah dilindən xoş və yadda qalan təəssüratla ayrılıram. Təbii ki, havada daha çox qalmaq istəyirsən. Amma uçuşun vaxtı küləyin verdiyi imkanlara bağlıdır. Odur ki, Qusarda bu həzzin daha uzun çəkəcəyinə ümid edirəm. Bura Azərbaycanın Qusar rayonu ərazisidir.
Gördüyünüz bu yol Şahdağ Turizm Mərkəzinə aparır. Daha bir paraplan uçuşunu məhz burada həyata keçirəcəyik. Burada həm siz tandem uçuşlarının, həm də solo uçuşların şahidi olacaqsınız. Azərbaycanın Qusar rayonundan cəmi 29 kilometr aralıda yerləşən Şahdağ Turizm Mərkəzi öz adını dəniz səviyyəsindən 4243 metr yüksəklikdə ucalan Şahdağ dağından götürüb. Bu zirvə Böyük Qafqaz dağ silsiləsinin bir hissəsidir. Şahdağ Milli Parkının yanında yerləşən Dağ Turizm Mərkəzi yamaç paraşütü ilə uçuşu sevənlər üçün daha bir məkandır. Azərbaycanın Qusar rayonu ərazisində daha bir paraplan uçuşunu həyata keçirəcəyik. Bu dəfə də tandem uçuşu olacaq. Yəni pilot və mən pilot təlimçim Fərhaddır. İndi havada nə qədər qalacağıq? Bu yerdə olan paraplan uçuşları ilə beş barmaqda və şah dilində olan paraplan uçuşları arasında hansı fərq var? Bu barədə biz səmada olanda danışacağıq. Hələlik isə getdik. Ne gəzirik? Prosta gəzirik, bay bay. Bu uçuşda da yerdən qalxmağımız o birlərdən fərqlənmədi. Rahat və uğurlu oldu. Amma hər dəfə yerdən ayağım üzülənə kimi az da olsa həyəcan keçirirəm. Elə ki havaya qalxdıq, o andan uçuşun həzzini yaşamağa başlayırsan. Mən sizə deyim ki, buranın da mənzərəsi çox gözəldir. Burada dəniz olmasa da ətraf dağlardır və mövsümün ən yaxşı vaxtıdır, ən gözəl fəsildir, yaz fəslidir, may ayıdır və havaya qalxanda həm bu uçuşun adrenalinini yaşayırsan, həm də ki ətrafın gözəlliyindən həzz alırsan. Beş barmaqdan və ya şah dilindən fərqli olaraq burada nə qədər yüksəklikdəyik? Biz dəniz səviyyəsindən 1700 metr hündürlükdəyik. Dəniz səviyyəsinə nisbətdə biz hər iki dediyiniz yerdən daha hündürdə uçuruq. Sadəcə olaraq bizim uçuş məsafəmizin hündürlüyü qalxışla eniş arasında 300 metrdir. Səmada uçmaq o qədər gözəl hissdir ki, o anların bitməsini istəmirsən. Əksinə havada daha çox vaxt keçirmək, hətta daha uzaqlara uçmaq istəyirsən. Bu, yaşadığım ən gözəl dəqiqələrdən biridir. Heç olmasa ömürdə bir dəfə bu hissi yaşamaq mütləqdir. Yaxında bizdə bu tərəfdən belə baxsaq, Şahdağ görünür, başı hələ qarlıdır. Demək olar ki, həmişə qarlı olur. Amma yayın ortalarında bu qar çox çəkilir, az bir miqdarda qalır. Amma indi hələ çox. Amma bəzən yay aylarında da qar yağır. Qar yağır. Bəli, may ayında məsələn qar düşdüyü olub Şahdağa, Qızılqayaya, Heydər Əliyev zirvəsinə.
Burada həm tandem uçuşlarını, həm də səmada xeyli sayda solo uçuşları görmək mümkündür. Bu fərqli mənzərədir. Solo uçuş edən pilotları da izləmək çox maraqlıdır. Onlara baxanda insan xəyallarının necə gerçəkləşdiyinin şahid olursan. Bir vaxtlar yalnız yuxularda görə biləcəyimiz mənzərə indi real olaraq gözümüzün qabağında baş verir. Maraqlısı odur ki, sən də rahat şəkildə bunun iştirakçısı ola bilərsən. Solo uçuş üçün mütləq gərək sizin sertifikatınız olsun. Elədir, düzdür. Hər kəs buna əməl edir. Çünki sertifikat sizin üçün yalnız kağız parçası deyil. Bu sizin nəyisə öyrəndiyinizin sübutudur. Yəni özünüz üçün nəsə öyrənmək üçün kurs götürüb sertifikat alırsınız. Yəni mən də uçmaq istəyirəm deyə gəlib götürdüm, paraşütü uça bilmərəm. Sizə heç kimsə paraşüt verməyəcək. Verməyəcək. Əgər siz kurs keçməmisinizsə, sizə heç kim paraşüt verməyəcək. Demək nə satacaq, nə də verməyəcək. Demək ki, mən təlim keçməliyəm, müəyyən bir təcrübəm olmalıdır. Ondan sonra mən lazım olan alətləri əldə edə bilərəm. Bəli, Uçmaq üçün. Tamamilə Belədir. doğrudur. Wow! Çıxıram, paraşütlər gedir. Salam. Hə, indi vurmağı var. Bu super bir hissdir. Bunu yaşamaq üçün yalnız bura gəlmək və paraplan uçuşlarına qoşulmaq lazımdır. Tandem uçuşları çox rahat və təhlükəsizdir. Çünki yanınızda pilot var və onun vasitəsilə siz rahat şəkildə, təhlükəsiz formada samaya qalxa bilərsiniz və quş kimi səmada pərvazlana bilərsiniz. Səmada qartal kimi süzmək və yerə göydən baxmaq. Quş uçuşu səviyyəsində yalnız küləyin köməyi ilə qanad açmaq, havada qalmaq, bütün bunlar bir yuxu idi. İndi isə xəyallar gerçəyə çevrilir. Göyün üzündə yaşadığım hissləri sözlə ifadə eləmək mümkünsüzdür. Onu yalnız yaşamaq olar. Həyatda elə rənglər var ki, onun konkret adı yoxdur. Amma o var. Burada yaşanan emosiyalar da belədir. Adı yoxdur, amma sən onu yaşayırsan. Və ən gözəli odur ki, onlar heç vaxt unudulmaz.